bahar fəsli yaz ayları gələndə, süsənli, sümbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Gahdan şiskin tökər, gah duman eylər, gah gəlib gedəni peşiman eylər, gahdan qeyzə gələr, nahaqqan eylər, dinşəməz haramı, halalı dağlar. Köçər ellər düşər səndən aralı, firqətindən gül nərgizin saralı, Ələsgər Məcnun tək yardan aralı, gəzər səndə dərdli, nalalı dağlar. Sərdara söz deməyib, şaha baş əyməyən, qüdrətindən səngərli, qalalı dağlardan salamlayırıq istəkli tamaşaçılar sizləri. Bu dağlara, bu güllərə, bu çiçəklərə salam, sevgili, sevdalı ürəklərə salam. Bu dəm bir salam eşqinə, bir saz havası eşqinə, halal söz eşqinə, başımız üstündə hərrənən Tanrının ən müqəddəs mələklərinə salam. Sevən, sevdalı, duyğulu könüllərinizə salam deyib, bax bu gözəl dağlardan özünün saf, təmiz havası kimi ən gözəl duyğularımızı sizlərə göndərib, hər vaxtınız xeyir olsun istəkli tamaşaçılar deyirik. Açılsın gülünler gizin, açılsın gülünler gizin, taze mürvüz var ol yayla, layla 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 layla, körpeleyle yabala layla. Bir kəsim yox qürbət eldə, bir kəsim yox qürbət eldə, sən mənə qəm har ol yaylaq, var ol yaylaq, var ol yaylaq, var ol yaylaq, gözəl yaylaq.
Sinəm oldu qəm dəhdəri, qəm dəhdəri, ay aman aman. Öldür aşıq ələskəyəri, lay 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 lam. Öldür aşıq ələskəyəri, Ay, çox sağ olun ustad, var olun, təşəkkür edirik. Bəli, istəyili tamaşaçılar, bir halda ki sizi dağlarımızdan, yaylaqlarımızdan salamladıq. Bir mənalı şəkildə açılışı və salamlaşmamızı Dədə Ələsgərlə etməli idik və biz də Dədə Ələsgərlə başladıq, ustadlardan başladıq. Binələrin çadır-çadır, çox gəzmişəm özüm dağlar. Qüdrətini sizdən aldı mənim sazım, sözüm dağlar. Hər obanın bir yaylağı, hər tərlanın öz oylağı. Dolu aylarda bahar çağı, bir doyunca gəzim dağlar. Bunu isə Böyük Səməd Vurğun deyirdi. Neçə-neçə Ələsgər kimi, Səməd Vurğun kimi dühaların sözündən, səsinlə qüdrət mənbəyini alan sazımızın sədasına, sözümüzün nəvasına yığışdıq bu dağlar qoynunda. Doğrudan da Böyük Səməd Vurğun demiş, hər obanın öz yaylağı, hər tərlanın öz oylağı var. Bu obaların da öz yaylağı var, hər yaylağın da öz ətri var, öz nəfəsi var, öz söz ətri, saz ətri var. Və biz bugün həmin bu yaylaqlardan sizləri salamlayırıq və körpü üçün elə qonaqlarımıza söz ötürürəm. Qonaqlarımız isə şair, publisist, tədqiqatçı, eyni zamanda Ələsgərşünas, əslən Göyçə mahalının Babacan kəndindən olan və saza sözə meyli, həvəsi özünün soy kökündən, şəcərəsindən süzülüb gələn şair dostumuz Hacı Loğmandır. Aşığımızı isə tanıdığınız sevgili tamaşaçılar, yəni elə bir təqdimat etməyə ehtiyac yoxdur. Ustad aşığımız əslən Gədəbəyli, Ləmsi Borçalı, ruhu isə İncəli olan Aşıq Cahangirdir. Aşıq Cahangir özü əslən Gədəbəyli olsa da, ancaq müxtəlif elləri, obaları təmsil eləyir. Gəlin özünün hər iki qonağımızın elə dilindən salamlaşmanı alaq və verilişimizə axarınca bir körpü salaq. Xoş gördük bu dağların qoynunda hər ikinizi. Çox sağ olun Çiçək xanım. Doğrudan da bugün elə bir məkanda, elə bir dağlar qoynunda əyləşmişik. Tamaşaçılarımızı salamlayırıq ki, hər bir kəs ilin günün bu vaxtında can atir burada olmağa. Bu Gədəbəy dağlarının qoynunda. Gədəbəy dağlarının qoynunda olmasına baxmayaraq insan biraz nə qədər sərinləşsən də biraz da burada bir miskil olur, bir həsrət olur. Çünki o dağların arxası Göyçədir. Səhərdən Ələsgərdən danışırıq. Oradan o ruhlar bizə boylanır. Biz o ruhları çalışırıq sazımızla, sözümüzlə şad eləyək. Qoy ruhları şad olsun. Gün o gün olsun ki, bir dağda o birisi aşaq, oradan verilişlər hazırlayaq. Ələsgər İnşallah, bu dağların o izində. Və əlbəttə doğrudan da Gədəbəy hər bir Azərbaycanlı üçün, hər bir Azərbaycan türk üçün, ümumiyyətcə türk üçün Gədəbəy vətən başlanan bir yerdir, vətənin başlanğıcıdır.
Çünki bizdən o yan artıq yağı düşmənlərdir orada. Müvəqqəti də o Göyçəli olsalar, orada olsalar, ancaq bu saat hal-hazırda onlar orada olur. Biz oraya həsrətlə baxırıq o yaylaqlara. Evet. Ona görə Gədəbəy hamıya əzizdir. Və Gədəbəy deyir, Poladam vəfasız yarı neynərəm, simsiz kamançanı tarı neynərəm, qürbət eldə gəm məzarı neynərəm, qazdır məzarımı dar Gədəbəydə. Yəni Gədəbəylilər, Gədəbəy bu qədər sevməsə, ola bilər ki, Gədəbəy də etmiş olardı. Bir belə bu Gədəbəyə bağlanmaq olmasaydı, bu gün biz burada sərbəst oturub bu verilişi hazırlaya bilməzdik. Bir daha indi verilişimiz axarınca söhbət edəcək və siz dağlardan başladınız. Bir də və rəhmətli Aşıq Soyuna sual verdilər ki, Aşıq dağlardan oxuyurdu. Bir belə ki, dağlardan yazırlar, hansı dağlar böyükdür, qüvvətlidir? Dedi, Ələsgərin dağlarıyla Səməd Vurğunun dağlarından sonra qalanı təpələrdir. Doğrudan da zirvədə o dağlardır. Qoy bu dağlarımız həməşə bizə layla çalsın, bizi qoynunda saxlasın. Biz bu dağlara həməşə ürəkli gələk və bu dağları yaşadanları Allah Teala həməşə özü qənədinin altında saxlasın. Amin, Allah elə ona görə dedi ki, biz də Dədə Ələsgərlə, Səməd Vurğunla başladıq. Hacı, buyurun, bu dağlara gələk və hansı dillə, hansı sözlə, hansı şeirlə salamlayaq tamaşaçıları? Baş-başayıq. Çiçək xanım, mən sizə təşəkkür edirəm. Səhərdən bu məkan üçün axtarıq, biz səmimi etiraf edəcəm burada. Ancaq elə gözəl məkan seçdik, bu da talihinin bir uğurudur. Bəli. Bəli, biz Göyçə deyə başladıq, Ələsgər deyə başladıq. Dağların özündə ustadımız demişkən Göyçədir. Və burada çiçəklərin dilindən danışacaq. Çiçək xanımın çiçək dilindən danışdığı kimi biz də dağların çiçək dilindən danışacaq inşallah. Və mən də bayaq başqa fikrimlə keçmişdi şeirdən salamlayan bu dağlarda bizi dinləyən tamaşaçılarımızı, ellilərimizi. Ancaq keçən il İlyas müəllimlə gəlmişdik Mutu dərəsində bir neçə dostlarla. Mən orada çox sıx pişənəçindən çiçəklər dərdim, çiçək dərəndə mənə doğrudu. O çiçəkləri dərməyəm, çiçəklərə xəyanətim kimi çıxdı. Orada bir şeir yazmışam. İstəyirəm bax bu şeirlə bu dağları salamlayam. Beşq olsun, gəlsin. Aşığımız müşayiət eləsin. Çox gözəl olar. Deyir, getmişdim dağların, dolaşam gələm. Ayırdım çiçəyi öz çəmənindən. Çiçəklər əlimdə yetimləşdikcə neçə misra dərdim söz çəmənindən. Burada sağ da, sol da, göy də çiçəkdir. Buludlar içsə ləçək-ləçəkdir. Elə bil göylər də ağ biçənəkdir. Ayrılmaq bilmirdi göz çəmənindən. Kesifdi ömrümün yarısı buradan. Olmadı dərdimin çarəsi buradan. Çox oldu qəlbimin ağrısı burada nakam məhəbbətin köz çəmənindən. Rauf Firidunla Elçin Mehrabla saza sığal çəkdim qəmli mizrabla. Qağa şeir dedi, İlyas müəllim deyirəm, çox istirafla qaldı xatirəmdə iz çəmənindən. Bulud köpükləndi, axdı səmayan, daşdı ləkəsini yaxdı səmayan. Bir qartal qıy vurdu, qalxdı səmaya, məğrur qayaların boz çəmənindən. Bir gün Nərimanın, oldum qonağın, Nəriman saxlarmış əziz qonağın. Əmən köməncinin yağı, qaymağı süfrəyə gəlmişdi yaz çəmənindən. Mənim elim vardı bu ellər kimin. Bu dağlar, təpələr, bu çöllər kimi, məni də dərdiyim bu güllər kimi zorla ayrılar öz çəmənimdən. Kəhmişəm, bilirəm ayrılmaq nədir, vətən həsrətindən qovrulmaq nədir, özgələr içində sayılmaq nədir, ögeylik görmüşəm göz çəmənindən. Loğman, bu dağların o üzü göyçən, ağlı gözlərinin yaşı kəsincə, ömrə fəsillərin qışı gəlincə dolan bu dağların yaz çəmənindən, yaz çəmənindən. Düzü, mən dəfələrlə bu Gədəbəyə Çiçək xanım kövrəlirəm həqiqətən. Çünki bu elə belə deyil, soruşurlar, çox qəmlisən, axı qəmin bircə deyil, dərdim dəvədən böyükdür, bir balaca cücə deyil. Yurd itirdi ki, mahal, hey orada dolaşır xəyal, bu ayrılıq qüssə məlal, unudulub keçən deyil. Loğman, bu dərd ağır işdir, nizamı verən gərdişdir, adı ünvanı dəyişdi, Göyçə bizsiz Göyçə deyil. Göyçəni Göyçə edən Ələsgər sazı idi, Miskin Abdal ruhuydu, Aşıqalı idi. Bax, bu saz idi, bu qonaqlar idi, Gədəbəyin el oylatı idi, Qazağın, Tovuzun yaylağı idi Göyçə, gələrdi, cəmaat ellər yığışardı. Bax, Göyçəni Göyçə eləyən biz idik, bizi kimi canlı insanlar. İndi orada yağılar əyləşirlər, onlar nə bilər saz nədir, bizdən oğurlasalar da, söz oğurlasalar da, onlar onun qüdrət bilməz. Bu sazın, türkün sazının qüdrəti, ilahi eşqin qüdrəti, Allahın özülü vəhdidir, vəsfinin ifadəsidir saz. Saz haqqında mən bir monoqrafiya inşallah ki, onu bu yaxından təqdim edəcəm. Yəni, saz o qədər bir möhtəşəm alətdir ki, saz Ulu Tanrının
eşq üçün, vəsl üçün yaranmış bir alətdir. Əslində aşiqlik, aşıq sözünün kökündə aşiqlik durur. Haqqın aşiqliyi, Allahın aşiqliyi. Əsl aşiqlər el ağsaqqalları, müdriklər olurlar. Çünki onlar tövsiyə verən, tərbiyə verilən, müdriklik ver yolu göstərən aşiqlərdirlər. Allahın vəhyi ilə insanları həqqə dəvət eləməklə. Elə bizim bu Dədə Qorquddan gəlir. Dədə Qorqud sözünün mənasında Dədə Qorxud, yəni Allahın vəhyi ilə insanları qorxud deməkdir. Əslində bunu mən araşdırıram təzə variantda. Dədə Qorqud kitabı bizə başqa cür tərcümə, Urusun dili ilə tərcümə eləmişik, təqdim eləmişik. Dədə Qorqud bizim din kitabımız olub, Qurandan əvvəl. Bax, bu mənada aşıqlıq bizim tərbiyə ocağımızdır. Bayaq ustad bir gözəl söz dedi ki, aşıqlıq sənətini, tənəzzülü bizim mənəviyyatımızın, ailəmizin, milli dəyərlərimizin ən böyük itkisi ola bilər. Ancaq şükür ki, böyük aşıqlıq sənəti inkişafını tapıb, tənəzzül yolu, təzə tərəqqi yolu tapıb ki, tənəzzüldən çıxmışıq inşallah ki, biz ucalıqlara. Bax, belə bizim dəyərli ustadlarımızla mən çox tövsiyə edirdim. Bax, Cahangir qağamı qınayacam ki, istəyərdim Cahangir müəllimin məxsus yolu var, onun xüsusi məktəbi olsun. Ona heç vaxt deməmişəm. Ancaq efirdə deyirəm ki, bax, onun məktəbi olsun, onun aşıq sənətinə çox böyük xidmətləri var. Çünki bu sinə dəryadır. Bunun mənada mən onu alqışlayıram, mən onu elə köhnə dədələrin kiçik nəvələri sayıram və arzu edirəm ki, o ustalığınla o dədələrin zirvəsini gəlsin, o yolu çatsın inşallah ki, Allah çatar. dədələrin yolunu gedən ustada nə qorxu ola bilər? Ustad, bu elə obaya, bu yaylaqlara, bu dağlara tez-tez mi gəlirsiniz? Sizin adətən səsiniz gah Təbrizdən gəlir, gah Borçaldan gəlir, gah İncə dərəsindən gəlir. Harda türk var, oradan gəlir. Harda türk var və harda saz var. Sazı məlum məsələdir. Harda saz var, orada türk var, harda türk var, orada saz var. Elədir. Çünki dünyaya türk gələndə saz da onunla gəlir, saz gələndə türk üçün gəlir. Düzdür, bizim başqa alətləri kimlərsə istifadə eləyir ondan və belə deyək ki, başqa millətlər. Ancaq saz yalnız türk üçündür. Saza başqa millətlərdən bizdə yaşayıb da, vaxt var idi də, bizdə burada yaşayanlar, o başqa dində olanlar, o xaçpərəstlər, bugün bizə yağı çıxan düşmənlər, bizim sazımızı çalıblar, ancaq onlar türkü söyləyiblər, türkü oxuyublar. Bizim aşıqlar kitablarında da var, onların şeirləri, onlar türkü, çünki saz türkündür. Ustadın sözünə əlavə olaraq da bunu yəni qüvvətləndirmək üçün burada bir açıqlama verəcəm. Saz əslində türkün dövlətçilik simvoludur. Fikir verin, birincisi xalqı ifadə edir. Ancaq ikincisi şahdır. Dövlətin, yəni buradan ifadə kök gəlir, burada tamam. Üçüncüsü ordudur, akord simidir. Bu şah, ordu, xalq. Bu türkün dövlət simvolunun ifadəsidir saz həqiqətən. Ona görə türkün sazı sözü qılıncı, üçünün vəhdəti onun dövlət simvolu. Bəli, türkün mənəviyyatının açarı deyək. Saza Məmməd İsmail açar kimi də belə baxırdı. Yəni quruluşu açar quruluşundadır. Mənəviyyatımızın açarı. Elə çox böyüksə. Bəli, dilimizin də açarı sazdır. Bəli. Bu saat ruhumuzun da açarı sazdır. Ruhumuzun da açarı sazdır. Bu sazda siz fikir verirsinizmi? Burada həm Türkün bayrağı var. Bəli. Həm Azərbaycanın bayrağı var. Bu saz özü Tehranda düzəlibdir. O Türk Təbrizdə düzəlib. Bu saat Təbrizdə yaşayır, əvvəl Tehranda yaşayırdı usta və onlar gör hansı həvəslə işləmələr işləyib burada Türkün bayrağını, Türkün sazını. Orada haçardısa, dilimizin haçarıdır olan sazımız. Bu saat biz bilirik 40 milyon bizim otayda qardaşlarımız var. Onların nə dillərində məktəbləri var, nə dərs keçirlər. Onların dilini yaşadan sazdır. Bəli. Bu saat onları orada, onlar sərbəst bizi kimi danışmağı, şeir yazmaqları. Şeir yazmaq elə belə şey deyil. Gələk sənin savadın olar, şeir yaza biləsən. Şeir yazmaq da hamısı sazdan gəlir. Yəni orada bizim dilimizi, o 40 milyonun dilini yaşadan sazdır. Biz sazımızı göz bəbəyimiz kimi qorumalıyıq ki, saz bizim varlığımızdır. Bundan o yana bizim yolumuz yoxdur. Aşıq, təşəkkür edirəm. Bilirəm siz nə qədər desəniz, hardan desəniz, oradan danışacaqsınız. Sirəniz doğrudur hər ikinizin. Bu dağların o özündən Hacı Loğman, bu dağların özündən Aşıq Cahangir. Bu dağlarda şair olmaq, aşıq olmaq eləmi çətindir ki, buradan elə heç səsi olmayan da yoxsa dağlarda əks-səda verəcək. Elə bir burada ən azından şair olmamaq və aşıq olmamaq özü günah olar. Bəli. Və Aşıq Cahangir bu dağlara üst tutanda, tutaq ki, Hacı Loğman da el-el, oba-oba, oymaq-oymaq gəzən dərviş könül bir insandır. Hansı havanı oxuyardınız, hansı şeiri deyərdiniz, hansı laylanı çalardınız, dağlar bizdən razı qalardı.
Mən istəyirəm elə bax belə bədahətən bir xahiş edim ustaddan. Aşlıq sənəti Böyük Müxəmmədlə tədrislə başlayır. Ustad bu ustadların bir nümunəsini göstərsin bizə. Yəni ki, təcnisi gəlsin. Tədrislə başlasın. Biz gözlə tədrisdən, çünki ustaddan tədris eşitməyin özü bir ehsandır. Ustaddan alacağımız o qədər havacatlar var. Ustadın könlündən nə keçir bu dəm? Təcnis doğrudan da aşıq sənətində divani açardısa şah təcnisdir. Təcnisin sözü də çox mürəkkəbdir. Çətinlik var sözdə. Hər adam təcnis yaza bilməz. Bu saatı təcnis yazarlarımız çox azdır. Elə birincisi mən deyərdim ki, təcnis yazarlarımızdan Məmməd İlqardır. Bugünün Bu bəli. günümüzdə. Buradan salamlarımızı göndəririk ona. Və təcnisin çalğı üslubu da çox çətindir. Çünki aşıqlıq elə bir elmdir ki, bir çox orada Allahın verdiyi gərək sana bir vergi də ola. Aşıqlıqda çox şaxəlidir aşıqlıq. Tək saz çalmaqdan ibarət deyil, tək oxumaqdan ibarət deyil. Sən tarixi də bilməlisən, sən coğrafiyanı da bilməlisən, Allah sana gözəl yaddaş verməlidir. Yaxşı sənin nitqin olmalıdır, sən kəkələməməlisən, elə danışmalısan, söz elə çatdırmalısan ki, bu dinləyici səni başa düşsün, aydın başa düşsün səni. Aşıqlıq, yəni gözəl davranışın olmalıdır, ilahidən sənin qəddin, qamətin düz olmalıdır, üzündə bir nur olmalıdır. Gör, aşıqlıqda nə qədir, məsələn, başqa sənətlərə nə var ki, elə bir dənə ya tar ifa, hansısa bir aləti ifa eləyirsən və yaxud götürürsən, oxuyursan. Ona nə var ki? Ancaq aşığın sinəsi, Dədələr deyirdi, haqq bazarıdır. Aşığın sinəsi haqq bazarıdır. Qurbanidən gəlirsən, Qurbani, Abbas, Xəstə Qasım, gəl elə bu sıranı sayaq gələk, görək onu çox adam heç saya bilməz cərgəsinə. Təcnis, mən istərdim ki, bu saatı o yurt həsrətindən yaşayanlar var. Yurt deyiləndə göynəyənlər var. Mən bunu dəfələrlə demişəm, insan cavanlığında bir o qədir fərqinə varmaz. Şəhər oldu, kənd oldu, fərqinə varmır. Ancaq qocaldıqca, yaşlaşdıqca insan... Torpaq çəkir, yurt çəkir. Torpaq ona görə çəkir ki, insanın köbəyi kəsiləndə hansı torpağa bastırılsa, o torpaq yaşlaşdıqca insanı çəkir. Ona görə insan yaşlaşdıqca öz elinə, öz yurduna, öz iməklədiyi yerə, o şehə bələndiyi yerə can atır. Yönü vətən sarı qərib bir qoca. Çat qocalarımız qalıb. Elə mi çağırır? Yönü vətən sarı qərib bir qoca bayatı çağırır. Elə mi dağlar? Necə göynəməsin, güşümləməsin, çəkilib göysünə, elə mi dağlar? Dedim, de dərdini sən əmi, bilmir. Bilmir, harada qalıb sən əmi, bilmir. Baxda mı qarğasın, sana mı, bilmir, bir ana obaya, elə mi dağlar? Tutmaz eldən ayrı, tutmaz ömürdən. Məmməd İlqar ummaz elsiz ömürdən. Obasız olumdan, elsiz ömürdən. Ölüm urvatlıdır, elə mi dağlar? Qoy həməşə elli oval olaq və ellərini itirmiş o insanlar da tezliklə ellərinə qayıtsın. Və mən burada istəyərdim ki, düzdür, üzü Qurbani babadan bəri Bənövşə şeiri yazılıbdır. Hacı Loğman bilər, Bənövşə kitabı da buraxdılar. Bəli, bəli. Orada yəni bütün aşıqların Bənövşəsi var. Mən də bir aşıq kimi, rəhmətli Aşıq Əmrah deyirdi, aşığam deyən kəsin bir cızma qarası olub, bir bənd qoşmasa yazmalıdır. Mən də bir, bu vaxtın elə bil Bənövşəsini, məsələn, rəhmətli Səməd Turğun, onun sinəsində Vaqifin qəbri bir dağ idi. Vaqif onun üçün bir dağ idi. Sinəsində bir həsrət dağ idi. Öz şeirində deyir ki, üzündə gördüyüm nə intizardır, qəlbimdə Vaqifin sirri mi vardı? Gəl ondan söz açma, indi bahardı, bağrımı döndərmə qana Bənövşə. Yəni, onun yeri deyil, yəni mən belə göynüyürəm Vaqifdə. Və mən də bu vaxtı, o bayaq dediyimiz söhbətlər, bəzən deyirlər ki, el-ova qəriblikdə qalıb. Yox, el-ova öz yerindədir, qərib bizik. Bənövşələr öz yerindədir, mən həyətlərdə bitir, həmən biçənəklərdə bitir. Yalnız biz onu dərə bilmirik, biz qəribik. Qəribsəmə qərib bizik, yurt daşısan ay Bənövşə. Demirəm ki, dərs çəkməyə sənin aşısan ay Bənövşə. Boynun bükük, qəlbin üzük, sən gündəyi sanma düzük. Bütün güllər olsa üzük, sən qaşısan ay Bənövşə. Həsrət kəsib aramızı, bulan yoxdur çaramızı. Göz-göz olan yaramızı az qaşısan ay Bənövşə.
Allah Allah. Yaşa, yaşa. Şahidisən olanların, Cahangir tək olanların, yurt yuvasız qalanların göz yaşı sən ay Bənövşə. Yaşa. Qoy o Bənövşə göz yaşı olmasın və bunu doğrudan da həsrətdən içimdən gələn belə, içərimdən gələn məni yandıran bir hava ilə bu hava, bilmədim bu Bənövşəni mən belə də çəkdim, o havanı da belə çəkdim. İndi azdan çoxdan Üstadlar Allah rəhmət eləsin öyrənmişəm, havalardan az çox bilirəm. Hara çəkdim doya bilmədim elə bil bu sözü hansı havada oxudumsa. Özümün ürəyimdən keçən bir sızıltı ilə bunu oxudum. Bir hava yaratdınız. Bir hava elə bil yarandı. Yenə məndən asılı olmayaraq. O Bənövşənin ətrafında bir hava yarandı. Mən istəyərəm onu. Onu bir yeni hava kimi. Bəli, bir yeni hava kimi qəbul mən onu eləyəm. deyərdim, onu Cahangir Dübeyçisi deyərdim. Yəni burada bu şeir gəraylıdır. Yəni Biraz Dübeyçilərə yaxındır. Elə Cahangir Dübeyçisi kimi də mən onu qəbul elədim özüm. O havanı indi mən istərdim ki, elə istəkli tamaşaçılarımıza da çatdırım. ustadların süzgəcindən keçər olsa, yəqin ki 72 havanın sırasına amma cərgəsinə Yəqin onu qismətdir. qonar olar. Yəni, İnşallah. Qismətdir. Gəlsin Aşıq Cahangirdən, Cahangir Dübeyçisi. Belə dediniz? Bəli, bəli, Cahangir bəli, Dübeyçisi. bəli. Garısama garhimizi, garısama garhimizi, yurttaşı sana dönüş, yurttaşı sana dönüş, ay dönüş. Demirəm ki dar çəkməyəm, çəkməyə sən naşırsan, ay danış, ay danış, ay danış, ay danış, ay danış, ay danış, ay danış. Boynu bükük kalbinizi, boynu bükük kalbinizi, sen günde sanmadı, sen günde sanmadı, sen günde sanmadı. Bütün güller olsanız, bütün güller olsanız, sen taşırsan ay danış, ay danış, ay danış, ay danış, ay danış, can danış, ay danış, sen taşırsan ay danış.
Həsrət kəsi varamız, həsrət kəsi varamız, Qulay yoxdur çaramız, qulay yoxdur çaramız. Göz göz olan yaramız, göz göz olan yaramız, az qaşısan ay barış, ay barışam, ay barışam. Ay barışam, ay barışam, ay barışam, ay barışam. Az qaşısan ay barışam. Şahidi sen olanların, Cahangir tay soranların. Şahidi sen olanların, Cahangir tay soranların. Yurt yuvası kalanların, yurt yuvası kalanların. Gözyaşı sana ay barış, ay barış, ay barış. Ay barış, ay barış, ay barış, ay barış. Gözyaşı sana ay barış. Yurt yuvası kalanların, yurt yuvası kalanların. Gözyaşı sana ay barış, ay barış, ay barış. Ay barış, ay barış, ay barış, ay barış. Gözyaşı sana ay barış. Eşq olsun ustad, eşq olsun. Vallahi o hava ki, o şeir ki, o söz ki, o səs ki, ruha, iliyə, qana işləyir. Vallahi mən deyim ki, məni ustadların ruhunla görüşdürdünüz. Mən belə deyim də Şeyx xanım. Bilmirəm siz hansı ovqata Mən kökləndiniz. özüm musiqiçiyəm özüm. Bəli. Saz da çalaram mən, qarmonu çalıram. Bənövşənin layləsi idi bu. Mən özüm içimdə bir Bənövşənin bir layləsi idi. Bənövşə niskili yaşadım, Bənövşə bilmirəm. layləsi. Bənövşə taleyi yaşadım, O bilmirəm. motiv, o ləms, o havacat deyilir, aşıq dilində. Buna motiv deyirlər musiqiçilər. O motiv Bənövşənin layləsi idi. Gözəl. Bənövşə layləsi, həqiqətən. Elə ki, bunun adını Bənövşə layləsi qoyaq. Nə gözəl idi. Bənövşə layləsi. Elə ustadın özünün adıyla getsə hər halda Bəli. daha gözəl. Eşq olsun ustad. Cahangir Bənövşəsinin layləsi. Bax belə. Bilirsiniz, bir dəfə Cahangir Bənövşəsi. Hə. Çox bir bənövşə. məclisdəydik. Allah Şair Zəlimxana can sağlığı versin. Amin. Bir məclisdəydik, aparıcı mənim adımı düzgün demədi. Sonradan başladı, elə şairlə yanaşdayanmışdıq, gəldi, üzrxahlıq elədi ki, bağışdan sizin adınızı demədim, adınızı çatdıra bilmədim. Şair bir gözəl söz deyir. Deyir, aşıq yaxşı aşıq olsa, Adını o tamaşaçı öz axtarıb tapacaq o aşığın adını. İndi bu hava indi qəlbə yatan olsa, qəlbə yatımlı olsa məndən eşidilir. Yəqin ki, istərsə Bənövşə ilə bağlı olsun. Tək ki, hava xoş gəlsin, xoş olsun, ruhları oxşamalı. Lütfen bir soruşun bunu. İlk dəfə burada mı ifa edirdiniz, yoxsa Bəli, hardasa? efirdən mən elə bir dəfə bizim ictimai radioda olub, hələ televiziya vasitəsilə ilk dəfə sizin verilişdə ifa olunur. İlk dəfə efir ömrünü indi görürük. Efir qədəm
ayağını burada açdı sizin yerinizdə. Sayalı olsun, sayalı Sağ olsun. olun. Alqışlayıram, valla uğurlu olsun bu havanızda, bu şeirinizdə. Hacı Loğman, deyirsiniz, hər şairin öz yolu var, hər kəs öz təhəri yazır. Kənddən olanlar kəndini, şəhərli şəhəri yazır. Hacı Loğman nəyi yazır? Belə deyək, şeiri harda yazır, necə yazır, nəyi yazır Hacı Loğman və nəyə kökləndi ustadım bax bu havasından sonra? Səhər-səhər burada, çox sağ olsun, bizim burada bu Göyçə Otelinin rəhbəri, bizim Rüfət müəllim bizə, mənə axşam burada yaxşı yer verdilər. Səhər-səhər durub bu çəmənliyi gəzəndə sübh namazından sonra orada yarpaqlar tökülmüşdü çəmənlərə. Elə bax belə şair təbiətin içindən doğulur. Özündən gəlir fəlsəfəsi, sözü də, şeiri də. Payız xalısını sərv torpağın. Vurur yarpaq-yarpaq naxışlarının, saralmış çəmənlər qocalar kimi güdür son ümidin yağışlarının. Hələ də həyata baxır ümidlə, hələ bəlkə neçə arzusu qalıb, bəlkə də gözündə kama yetməmiş arzunun ən safı durusu qalıb. İnsan, ağac, quşun, hətta gülün də hərənin bir övüc ömür payı var. Bax bu biricə ovuc ömür içində arzunun nə tayı, nə də sayı var. Hələ xəbərsizdir bu son payızdan, torpağa gec düşüb, gec cücərəndən, ilk eşkin həsrəti dözülməz olur ürəyə gec düşüb, gec cücərəndən. Bu il rüzgarla quraqlıq keçdin, quraq adamların quraq ömrü tək. Eybi yox, tək biz quraq olmayaq, quraq ömrü başa vuraq ömür tək. Bax, bu cürdür şairin gün rüzgarı. Biz hər yerdə təbiətə canlı baxırıq, şairin ruhu canlıdır. Və aşığın ruhu canlı olmalıdır ki, təbiətin özü də canlılığı görsün. Həqiqətən də həyatın fəlsəfəsi bundadır, hər şey canlıdır həyatda. Təsəvvüf aləmi var, təsəvvüf dünyası var. Təsəvvüf aləmi Həzrəti Məhəmməddən gələn özü elə Nuh Peyğəmbərdən, Adəmdən bəri gələn elmin fəlsəfəsi, dinin mahiyyəti, həqiqətin özünün fəlsəfəsinin içanlı təsəvvüflə, təsəvvürlə yaranıb bu şeylər. Təsəvvüfün içində bütün bu elmin gözəlliklərini, bu şeirlərlə şairlər tapırlar və o şeirlər həyatın özünün qarşılaşdıq hadisələrin içindən doğulur. Və yaxın ustadımız təcnisdən dedi, Ələsgər təcnisdə elə bir Fatih zirvə yaradıb ki, heç kimlə müqayisə olmayan bir şeydir. Yəni onun sözə, təbiətə baxışı tamam başqa şeydir. O elə adi bir hadisənin içərisində elə bir məzmun tapıb ortalığa çıxar ki, bundan sonra mən həqiqətən şeiriyə, sözə, ədəbiyyata o qədər həssasına, ehtiyatına yanaşıram ki, çünki birisi qabağında Zübəri, Nizamidən bəri görür, nəhənglər gəlir ki, onların qabağında söz tapıb, söz yaramaq, yol seçimi o qədər çətindir ki, Çiçək xanım, həddən ziyadə. Yəni biz o köhnə sözlərin silin tozunu təmizləyirik. Ramiz Rövşən demiş, biz sözün tozunu almağa gəldik. Müəyyən hisslər ifadə edirik. Ancaq indi fikir verin, görün Ələsgər nə yazır? Deyir, tutmuşam dəstimdə gözəl nizamı, Füzuli Firdovsi gözəl nizamı, təqdiri qüdrətin gözəl nizamı mənə dərdi verib yara dərmanı. İlahi, bu iki misranın fəlsəfəsinin dərinliyinə inəndə, bütün həyat boyu, bax, üzü qədimlərdən bəri, bizim yerinə yazan şairlərdən bəri gəlir, Rumi də, Nəzimi də, Füzuli də, hamısı gəlir. Bu misranın içərisində baxırsan bunların o acıları, o eşq fəlsəfəsi durub bir suya çevrildi, baxırsan yoxa çıxdı, ilğama çövürüldü. Nə üçün? Nizami, Ələsgər deyir ki, təqdiri qüdrətin gözəl nizamı mənə dərdi verib yaradır. İlahi, o eşq, əlçatmaz eşqini Allahın dərdi kimi demir, ona nizam kimi deyir, gözəllik deyir. Yəni, həyatın fəlsəfəsi budur. Ona görə də mənim həyat yolum, bax, bu Ələsgərdən sonra o qədər çətinləşmiş şeirə yanaşmaq metodum. Həddən ziyada. Mənim də tədnislər var, mən də yazmışam. Ancaq baxıram ki, Ələsgər tədnisi olan meydanda tədnis at oynatmaq, Səməd Vurğun kimi dahi olan yerdə müasir şeiri oynatmaq o qədər çətindir ki, cilalamaq bütün fikirlər deyilib. Sarsaq elə, seyrə çıxsan səhrada. Fikir verin bu tədnisi mənasını. Gətirər sərinə saqalı tez-tez. Tərlan könül qalxar ərş-i əlaya, sardan şikarını sağalı tez-tez. Yel əsir tellərin yara gəzdirir, saqi istəkanı yara gəzdirir. Yar həsrəti canda yara gəzdirir, yar gəlsə yaralar sağalı tez-tez. Allahım. Xədəngin neyləsin səngisə qala, eşq ataşın canda səngisə qala. Şah dəstin yetirsə səngisə qala, qaldırar yerinə sağalı tez-tez. Sağalı tez-tez. Deyir, orada, müəllim indi üzr istəyirəm, həmin bənddə, kitabda da bir aşağısında sual işarəsi qoyurlar. Ancaq burada şah dəstin yetirsə səngisə qala, qaldırar yerindən
burada sağ əli o qədər deyilənə görə Həzrət Əlidən Yox, söhbət. o, O bilirsiniz- belə də gedir. Ancaq orada yenə sual. Bizim çox Sual- mübahisələrə səbəb olur. Bəli. Aşıq gərək sirrin deyə ha lala. Yanağından həya eylər ha lala. Səxa əhli satdığın halala sıratdan keçəndə sağalı tez-tez. Səhər səyyad seyrə çıxarsa dağa, ağan təkdir, dəngi deyil səd ağa. Ağa. Qıl yazıq Ələsgər sərin sadağa, geydir yar qəddinə sağalı tez-tez. Ələsgər xalı toxuyub, İndi Ələsgər fikir verir. Bu şeirin məzmununda Gəvə Ələsgər toxuyub Ələsgər. Bəli, rəssam bax, bu tablo sual- çəkib. hepsini Bəli, eləyir. tablo O çəkib. sözün mənasını deyir. İndi bax ustad çox gözəl bir. Bax bu 5 bənd bu tədrisin içərisində ağıla gəlməz bir tarixi hadisə nəql edir ki, özü də bağlama deyir. Bu Bəli, və qıfıl nə bənddir. qədər sirlər Dəhşətə yatır. gəlsən bu Yusuf peyğəmbərlə atasının başına gələn əhvalatı nəql edir burada. Bu 5 bəndin içərisində o səqal sözü oradan da şah dəstin yetirsə səngi səqala yerini qaldırar yerindən səqalı tez-tez. Yəni Züleyxa ilə Yusufun başına gələn qalmaqalı Allah özü öz dəstinlə qaldırdı o ağır daşı götürdü qırağa sirrin üstü açıldı. Bu deməkdir o 5 bəndin içərisində Yusuf peyğəmbərin atası Yaqubla başına gələn əhvalat nəql olunur. İlk bəndində belə deyir sarsaqla seyrə çıxsan, səhraya gətirər sərinə səqalı tez-tez. Yusuf peyğəmbərin qardaşları onu apardı, quyuya saldı, o qaliqal getdi. Tərlan könül qalxar ərşi əlaya, sağırdan şikarını. Ələsgər yersiz söz deməyib. Yəni bu... Ələsgərdə bir misra da gəlib demək olmaz, olar ki, səhv düşməyib heç nə. Bəli. Təsəvvür edin, Əbdürrəhman Cami bu şərqin böyük sufi şairlərindəndir. Bu haqqında, bax bu hadisə haqqında 365 səhifəlik Yusuf və Züleyxa dastanı yazıb. 365 səhifəlik dastanı Ələsgər 5 bənd tədrisə yerləşdirib. Özdə qıfıl bəndlə. Evet. Ona görə Ələsgər poeziyası o qədər zəngindir ki. Yəni bu poeziyaların içindən süzülüb gələndə biz ustad demiş ki, adam özün çaşırsan ki, ilahi bunun qarşısında nə deyəsən? Və öz sözümüzdən, öz şeirinizdən deməliydiniz. Bundan bir tədris deyim. Hər ikiniz Ələsgər, Dədə Ələsgər nuruna, işığına o qədər bağlı insanlarsınız. Və deyəm ki, bütün ruhunuzu, bütün enerjinizi, qidanızı, o saza bağlınız, sözə bağlınız. Ələsgər dühasından bəhrələndiyindən Ələsgərdən qeyri heç kimlə Yapa danışmadınız. bilmirik. O bir nüvədir, bizi ətrafına cəzb edir. Və doğrudan da Ələsgərdən danışmaq nə qədər belə deyim ki, sənə sizə xoş belə asandırsa da bir o qədər çox çətindir. Çox. Belə fərz eləyək ki, o 1000 kilovatlıq elektrik cərəyanından elə bil özün üçün işıq götürürsən, ha. İndi sən onunla necə davranmalısan? Ələsgərdən danışanda elə hiss eləməliyik ki, o 1000 kilovatlıq elektrik cərəyanından biz özümüz üçün öz evimizə işıq aparırıq. İşıq götürürük də. Ona görə də o hər səmit oraya yaxınlaşmaq olmaz, o yandırıb kül eləyər. Ələsgər də elə həmin o 1000 kilovatlıq elektrik cazibəsidir. Hər adam da o cazibəyə düşə bilməz. Bəli, hər adam oradan gedib nəsə götürməyin özü, onu düyüb oradan nəsə götürməyin özü böyük işdir. Ələsgərdən nəyisə sən düyüb götürürsənsə, o böyük, çox böyük. O cazibəyə düşə bilirsənsə Bəli. Ustadın Ancaq sözünü- elə eləməlisən ki, Ələsgərə orada sən xərər yetirməməlisən. Ələsgərin sözünü, məsələn, onu sındırmayasan. Və mən adamlar tanıyıram ki, görürsən ki, bir dəfə biri dedi ki, mən şeir yazmışam, baxıb görürəm ki, Ələsgərdən gəlib. Bu sözümüzün duhasıdır, Ələsgər. İndi ustadlar əlbəttə təzinistlər başlayıb gəlibdir, Ələsgər də davam elətdiribdir. Abbasdan gəlir də, birinci təzinisimiz bizim. Bəli. Abbasın istər cığalı təzinisi. Miskin Abdaldan. Miskin Abdaldan da gəlir, ancaq indi Allah can sağlığı versin Söyün müəllimə də. Amin. Söyün müəllim Miskin Abdalı daha çox o Bilirəm. elədi. Bəli. Yəni ki, mən də ancaq Söyün ozanlar müəllim dilində, aşıqlar dilində Araşdırdım ki, ölkə mühiti uzaqda qalıb ədəbiyyatdan. Abbasdan gəlib bizə. Bəli. Bir işdə Abbasda yandı, bir işdə Abbasda yandı, bir işdə Abbasda yandı, Gülgəzindi. Gülgəzindi, bəli. İstər olsun, istər bir gözəl sən şövqün düşüb cahana, yoxdur sənin kimi gözəl gözala. Mən aşıqam cahana, canım qurban cahana, haqqın əziz bəndəsi, xoş gəlirsən cahana. Bu hamısı
Abbasdan İndi gəlir. ustad bir şey deyim. Miskin Abdalın bir dənə tərcüməsi var. Özü də o qədər sufi tərcüməsidir ki, o özü də böyük bir tarix informasiya daşıyır. Deyir ki, əbcət hesabı ilə dərs aldımaqdan, baxmadım qərəyə dərs aldımaqdan, heyva təhsil oldum dərs aldımaqdan, yazdıram dərsimə dürüst deməni. Dəhşətə gəlsən bunun məzmununu anlayanda. Həmin bayaq dediyiniz Ələsgər gəlir. Deyir ki, səni məni xəlq eləyib oxudam, sən də bircə milçək yaradır məni. Məni. Qüdrət Qadirin Yox, dilimlə də yəni dərdi mənə verib yara dərməni. Bəli, bəli. Yəni istəsə küləklər qatar dərəyə yaratmaq istəsə yara dərməni, həmin qafiyə görürsən həmin yerdən Yox, gəlir. indi fikir ver. Miskin Abdal burada elə bir tarix informasiya bizə ötürür ki, deyir ki, mən əlifdən qeynə qədər oxudum, Quran-Kərimin hikmətini öyrənəndə baxdım ki, haqq qapısına yol açanda baxdım ki, Nəsimi düz deyir. Heyva təhsil oldum, dərs aldım. Heyva təhsil olan kim olub? Nəsimi. Deyir, Nəsiminin ağzından dərs aldım, dilimi açıq danışamıram, məni də bu cür şaqqalacaqlar. Sufi təriqətin ən böyük uzaqlıqlarından biri Miskin Abdaldan başlayır. Bəli, sadəcə Miskin Abdal ölkə ədəbi sufizmi. mühiti araşdırılmadı. Sağ olsun bizim Təbrizli qardaşlarımız çoxlu materiallardan mən onlara almışam, getmişəm. Bunun təzə haqq carçısı, miskin düşüncənin ali təzahürü belə bir kitab işləyirəm, yazıram bu Miskin Abdal haqqında. O qədər dərin informasiya oturur ki, və onun Miskin Abdalda elə misra var ki, onun bircə misrası bütün təsəvvüf dünyasının açarıdır. Deyir ki, qafdan qərar tutulmuş kafkundan nicat, ismi hərfi feili olmuş əsli zat, kainatın yaranma fəlsəfəsini deyir. Sözün bu qədər haqqında, söz haqqında bu qədər qüdrətli misra heç kimdə yoxdur. Füzuli haqqında, söz haqqında qəzəli var ha. Bircə bax bu misranın mənasını açıqlayanda bütün sözün fəlsəfəsini. Belə götürəndə bizim dünyamız, bizim türk dünyamızda bəli. Bir-birindən gözəl hər bir kəsi Və maraqlanır. gəldi Ələsgərdə zirvələşdi. Ələsgər ortada bir mayaq kimi dayandı. İstərsə özündən o tərəfə, istərsə də özündən sonraya orada bir mayaq işıqdır yəni. Zirvələşdi. Bəli, Ələsgər zirvədə dayandı. Bəli, bütün ustadların heç birini danmaq olmaz. Hər birinin elə araşdırsaq, hansı köklərə, hansı məqamlara gedib baxır ki, deyir ki, Füzuli, Firdovsi, Hasiz, Nəsimi, onlar da yazdığı ayə məndə deyir. Onların sözləri Quran ayəsi kimi əzizdir, mən də onları bilirəm. Bütün ustadlar bir də hörmət edir də gəliblər. Bütün peyğəmbərlər bir-birini təsdiq edir də gəliblər. Bu gün biz də ustadlarımızı təsdiq etməsək, vallah bizdən heç zad olmaz. İndi məqamıdır ki, bir halda ki, söhbət ustadlardan gəldi və bu qədər də Dədə Ələsgərdən danışdıq. Bu dağların gənc yetirmələri var, ustad. Və bu dağlarda mən dedim ki, aşıq olmamaq mümkün deyil, şair olmamaq mümkün deyil. Dedilər, hansı qapını döysən, hansı evə girsən, orada saz var, orada aşıq var. Biz də bir qapını döydük, dedilər, burada da bir aşıq yaşayır. Həmin aşığın Dədə Ələsgərdə nəyi oxuyacaq, onu çatdıraq tamaşaçılara izninizlə. Buyursun Kərəm Təbrizoğlu.
Teşekkürler, sağ olansın. Gözü bitüley terlansan ay aman ay aman. Nece uydum sara ceyranı. Leyli 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 leyli. Kalaslarım abdal oğlum, eski girdabımda kallam. Aman 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 aman, derdin almay derdin alım. Küstürmüş amay köllün Allah'ım, köllün Allah'ım. Yalvara yalvara ceyran. Ay biz gelme yalnız derdim alım. Küstürmüşem köllün Allah'ıma balam. Yalvara yalvara ceyran. Yalvara yalvara ceyran. Ay Sağ ol, çox sağ sağ ol, olun. sağ ol, Təşəkkür sağ ol, edirik. sağ ol. Bu aşığımızın Bu bizim gözəl bir Dədə Qorqud böyle bir aşığımız var. Dədə Kəroğlu kimi Aşıq Təbriz. Bəli. Çox onun oğludur. Mən Təbrizi keçən il bir dəfə görün bir gözəl oxudu. Onun çox gözəl zil səsi var. Bizim Aşıq Sərdarın da yaxın dostudur. Elə hamımızın da dostudur. Gədəbəyli balasıdır. Dağlar oğludur. Bu da onun atasının oğludur. Yavaş-yavaş atasına oxşamağa çalışır. İnşallah ki, yaxşı olar. eşq olsun, uğurlar diləyirik. Allah uğurlar. Aşıq Cahangir və Hacı Loğman. Aşıq Ələsgər heç kəslə müqayisə olunmayan elə bir kəmal sahibidir ki, həqiqət və mərifət elminin bütün incəliklərinə, dərinliklərinə qədər bilən dərvişdir, abdaldır. Biz Aşıq Ələsgər çevrəsindən, təbii ki, Aşıq Ələsgər cazibəsindən çıxmaq gücündə, zorunda deyilik hərçəndi ki, ancaq zamanı məqamı nəzərə alsaq, istərdim ki, bax bu dağların qoynunda, bu dağlarla, bu dərələrlə, bax bu səsimizə səs qatan bu quşların, bu qazların, bu uçan durnaların axarında Hacı Loğmanın şeirləri gəlsin, o şeirlər ki, oxucuların, tamaşaçıların ürəyinə yol tapa bilsin. Çıxın, çox sağ olun. Düzü, nə qədər çağırsaq ki, nikbin olun, nikbin olan mən Gədəbəyə gələndə ola bilmirəm. Ələsgər şeiri bizi öz cazibəsindən buraxmayan kimi Göyşə həsrəti mən cazibətini heç vaxt buraxmır. Mən bu kəndə gələndə bax bu yolları, cığırları görəndə kəndimizin yolları yadıma düşür. Hansı xatirələr çözələmişsiniz? İnanınız ki, elə xatirə çözələrin içində onun şeirini deyəcəm sizə, nə çözələnmir da orada. Bir gün internetdə bir şəkil gördüm, bizim kəndin şəkili, bu kəndimizə gedən yoldur, boş qalıb. Şaxlı dağ var, o dağın başında bir bulut var, qəmgin görünür kənd. Doğrudan qəmgin bir bərəzi. O məni aldı apardı, ona yazmışam bu şeiri. Deyir, kəndimizə gedən yollar boş qalıb. Neçə dəfə o yollardan keçmişəm. Neçə yurtlar, neçə ellər boş qalıb, o yurtlardan, o ellərdən keçmişəm. Şaxlı dağın papağı var bulutdan. Ətəyində ocaq çatıb palıtdan, od götürüb o ocaqdan, o oddan, qar boranlı fəsillərdən keçmişəm. Xəyalıman o kənd qəmgin görünür. Gözlərimə anam hər gün görünür, əlləri qoynunda küskün görünür körpə vaxtının, o qollardan keçmişəm. Babam ilə qızınardıq təndirdən, odunumu şərəliyib kəndirdən, qoca divlə su gətirib xəlbirdə cırtdan olub, nağıllardan keçmişəm. Bütün yerin, Qoz dərəsin, Qalaçan, dəyişməyib yerindədir eləcən, qonaq gedib yuxularda hər gecə ayılanda xəyallardan keçmişəm. Xatirələr yenə məni daldırıb, dolu yağıb sellər haray qaldırıb, balağımı dizlərimə qaldırıb o çaylardan, o sellərdən keçmişəm. Boyum çıxıb, yaşım 15 olunca, əldə tüfək kürəyimdə yapınca, yürərək qoyun quzu dalınca o düzlərdən, bu çöllərdən keçmişəm.
Göyçə gölün sahilində dolanıb, nakam eşqin ocağına qalanıb, ayrılığın caynağında talanıb, ağartmışam bu tellərdən keçmişəm. Sevgilimi sıx meşədə arayıb, dağ küləyi tellərimi darayıb. Böyürtkənlər qollarımı dalayıb, o meşədən, o kollardan keçmişəm. Hacı Loğman getdi köhnə nəsillər. Cılızdaşır nəcabətdə rəsillər, həsrətinin çəkə-çəkə ay ellər, mən ömrdən xoş illərdən keçmişəm. Bu həsrət içində gəlib 50 yaşa çatmışıq. Çox kövrəkdir həqiqətən. Bu dağlar sizin dağlara, bu dağlar sizin dağlara bənzəyirmi? Bu dağlar bizim dağların özü Göyçədir. Bir ananın döşündən su dənmişik biz. Gədəbəylə Göyçə. Cahangirlə biz qardaşıq, heç özündən xəbəri yoxdur. Bir ananın südünü əmişik. Bəyri dağının özündə Göyçədir, bu özündə Gədəbəydir. Biz sudan içmişik biz. Biz ananın torpağı balalarıq, biz bayaq Cahangir bir gözə söyləyir ki, köbəyin hansı torpağa basılırsa, o torpağın oğlusan. O köbəyin həsrəti, o elin həsrəti, o suyun həsrəti səni çəkib buralara gətirir. Ona görə də bu işlər o qədər çətindir. Bu göz yaşında durulmaq üçün bu həsrət nöqtələrinə, həsrət tellərinə toxunduq. Göyçə deyəndə hər zaman Siz də kövrədi Çöçək xanım, elə sizin ümumiyyətlə Göyçə elə bir məkandır ki, mən bunu Qarabağ haqqında deyirəm. Bizim sazımızın, sözün, ustadlarımızın məskəni bulaq idi, o bulaq qurumağa gedir. Qurumağa gedir. Mən o təsəllini Gədəbəy torpağında tapmışam. Gədəbəy mənim üçün həqiqi məndə doğma diyardır. Çox doğmadır mənim üçün Gədəbəy. Mən bura böyük bir həsrətlə gəlirəm, böyük niskildən də ayrılıram buradan. Çünki yenə deyirəm, o üzdə Göyçədir. Əlin çatmır. Gedəsən, gələsən, bilmirsən dərdi nədir, niskili nədir. Və nə qədər bizim ustadlarımız, ağıllı kişilərimiz, cavanlarımız hamısı həsrətdən yox oldu, çıxdı, getdi. Ərdi torpaqda şam kimi. Yəni, bu göz yaşınıza, bu danışığınıza bərabər şeiriniz var idimi? Nə bilim, o ifadə eləmək çox çətindir. O ifadə eləyəydi o şeir bizi. Çox ifadə eləmək olmur o ifadələri. O qədər dərin ağrıdır ki, herhalde ki, onu çəkəndə bilirsən ki, nədir. Var məndə elə şeirlər var, təzə kitablarım alaq çıxacaq, orada var. O şeirlər məni hər yaddaşınızda olandan, yaddaşınızda olan, bizə gəlsin hansı şeiriniz gəlir. Səndən ayrılalıb babacan kəndi, sinəmin üstündən hicran od basıb, gözəllər becərən tarlalarını saralmış, qurumuş, alaq, ot basıb. Məktəbdən bizəcən gedən cığırın, böyürtkən əlimi didən cığırı, sevgilim yolumu güdən cığır, yarpaqlar tökülüb, neçə qat basıb. Uçan evlərin hörəni yoxdur, açıb qapısından girəni yoxdur, nə vaxt əl atıb dərəni yoxdur, hər yanı it burnu, qarağat basıb. Bu lent yazıları, foto şəkillər, canlandı huşumda bəxtəfərlər, sükutə qərq olub nəğməli çöllər, qəlbimin evini ah, fəryad basıb. Yanmaqda keçmişəm pərvanələrin, kölgəmdir məcnunun divanələrin, inləyir könlümün tərənləri, elə bil yarama həkim yod basıb. Gənclik o yolların tozunda qaldı, izi çəmənində düzündə qaldı, neçə arzularım gözündə qaldı, Loğmanın başından, belindən həyat basıb. Ancaq içimdə bir böyük inam da var. Mənim bir şeirimdə var, bu barədə yazmışam ki, biz çox yana-yana ağlamışıq. O yanmağı tərk etmək lazımdır bizə. Deyir, aşıq yana-yana çaldım Kərəmin, elə çal Kərəmi bir də yanmasın. Çalırsan, qorxuram Kərəmdən betər, vurduğun xallardan pərdə yanmasın. Nə cavab verəcək gələn sabahan? Oyat yatanları öyrət silahan, ağlamaq, sızlamaq bəsimdir daha, qərq etmə milləti dərdə yanmasın. Sən bir ruhani çal, ruhum canlansın, gedib əsir düşən yurdu dolansın, nə tarix önündə üzüm danlansın, nə də ki imanım corda yanmasın. Cəngi çal, sarılım Misri qılıçdan, başımı qaldırım bu daş balışdan, vətəni qurtarım hər əhdiyacdan, güllə ələnməsin, yurda yanmasın. Bəsdir şeytanların fitnəsi bəsdir, nəfəsi üfünət, niyyətin nəsdir, hər kim bu millətə eləyir qəsdin, qoy sönsün çırağı bir də yanmasın, dəyiş əhəngini, dəyiş ağardaş, qurtarsın gözündən axan qanlı yaş, Loğman qoy düşünsün hər bir vətəndaş, taliyi qalmasın, darda yanmasın, darda yanmasın. İnşallah ki bizim dövlətimizin böyük prezidentimizin dəstəyi ilə bizim çox güclü ordumuz var inşallah. Bax, bu dağları qoruyan ordularımız var. Bayaq belə gəzəndə biz gördük. Nizamlı ordumuz, qüvvətli ordumuz var. Mən
İnşallah inanıram ki biz torpaqlarımızı Biz bu qaytarırıq. dağların o üzünə Çünki biz halal torpaqlarımızı haram həsrətlə insanlara baxmayacaq. vermirik. Bəli. İnşallah, inşallah. Aşıq Cahangir Hacı Loğman bizi kövrək notlara köhlədi. Mən istəmirdim ki, yəni bu ovqata köklənən əslində elə göz yaşının özündə də saflaşıb durulmağın özü bir incəlikdir, bir duyğusallıqdır. Ancaq biraz cana bir ustadlar sayağı yolu izi biraz cana deyirəm dəyişək. Siz əslən Gədəbəylisiniz. Mən verilişin önündə dedim. Əslən Gədəbəylisiniz, ləmsiniz borçalıdır, ruhunuz incəlidir. Bir tərəfiniz Təbrizə bağlıdır, bir tərəfiniz Gəncəyə bağlıdır. Belə biraz cana bir baməzəlik olsun deyə Akif Səmədin bir balaca yumorunu bura qatmaq istəyirəm. Yəni bir azcan ovqat kimi. Bir gün Həmid Ormanlı, yəni bizim dostumuz Həmid Ormanlı qonşusu Vaqif müəllimlə oturub bir xəngəl qonaqlığı verilmiş və Akif Səməd bunlara qonaq gəlir. Vaqif müəllimi təqdim eləyir ki, Akif Səməd bu Vaqif müəllim də saz söz həvəskarıdır, özü də Gədəbəylidir. Belə deyəndə Həmid Ormanlı Akif Səməd sözdən söz tutur və deyir ki, elə deməyinə, elə demə. Deyir, yayda yaylağa qalxır, payızda tənbəlliyindən, ərindiyindən Qazaxlıya. ərindiyindən arana düşməyən Qazaxlıya Gədəbəyli deyilir. Belə mi olur? Doğrudan buradakıların bəlkə hamısı elə ərindiyindən qalan Qazaxlılardır, yoxsa borçalılardır? Ümumiyyətcə Qazaxdan, Akstafadan, Tovuzdan, Şəmkirdən gəlib qalanlar, məsələn, indi bizim kətdə Qazaq oruçlular var. Yəni, var da Qazaxdan, bizim Şınıq dərədə, ələl xüsusən də, elə bir ailə olmaz ki, onun soçuk gedib Qazağa, Tovuza çatmasın, çıxmasın. Yəni, oradandır, oradan gələnlər. Əlbəttə, indi bu dağ yerində gəlib qalanlar da çoxdur. Bu yaxın vaxtlardan, hətta indi bu saat bizim o yəni dağın o yüzündən Göyçədən gəlib burada olanlar çoxdur. Çox. Aşıq Cahangirdən danışaq. Aşıq Cahangirin bir ruhu var. Aşıq Cahangirin ruhu ümumiyyətcə mən Türk dünyasını, hər bir ozanını, hər bir saz tutanını özümə üstad bilirəm. Yaşa. Və mənim də Allah Teala mənə bir yanğı veribdir də. Mən o ataların misalı var deyir, ağladan yanında otur, güldürən yanında oturma. Mən daha çox bilirsinizmi, mən bu millətin biz biləndə ki, dərdin nə boyda, biri yanımızda ağlayır da. Bəli. Mən bunun yanında nətər gülüm? Bəli. Ancaq var gülənlər belə deyək də, aman Göyçə mən də sənsiz qalmışam deyib oynayanlar da var. Bəli, oynayırıq. Bəli. Belə dərdlərimiz də var. Bəli. Ancaq mən bu kişi mənim yanımda ağlayırsa, Göyçəni mən axşama kimi Hacı Loğman Göyçədən olmasına baxmayaraq, Göyçəni mən sinəmdə daşıyıram. Elə. Daşıyıcısı mənəm. Göyçənin kimləri var? Göyçənin Aşıqalısı var, Göyçənin Norə Simanı var, Göyçənin Aşıq Nəcəfi var, Əsədi var, kimləri var, İsimxanı var. Göyçənin bunların hamısını yaşatmaq lazımdır. Bəli, daşıyıcısı siz. Bəli, əsas onu daşımaq lazımdır. Göyçənin tək Norəs imanından söhbət eləyəndə Aşıq, danışanda elə bir insan olmaz ki, o məclisdə Ağlamasın. ağlamasın. Çünki ağlamalı da onu taleyi ağlamalı. Bəli. İndi mən istərdim ki, bir işlənməyən hava üstündə, Hacı Loğman məni elə köhlədi ki, mən o köykdən çıxa bilməyəcəm. Bəli, az oxunan havalarda. Az oxunan bəlkə də ilk dəfə sizi bir dəfə olsun ki, mən bu havanı, o da mən tərəfindən, yəni heç bir ustadlar tərəfindən də bu hava, zarıncının özü. Mən bir zarıncı oxumuşam, onu mən özümün ürəyimi qatmışam orada, o zarıncı havası. Ancaq bu, indi ifa eləyəcəyim hava, zarıncı, hələ heç bir ustadlar tərəfindən efirdə oxunmuyor. Ustad, bax elə bir sən ona görə sevirik, ustad dilinə görə. Ona görə də mən istərdim, özü də o hava üstündə mən çox sevirdim, həmişə sevmişəm Norə Simandan oxumağı. Çünki onun o kəm taleyini ağlamaq mənim borcumdur, aşıqların borcudur. Çünki həmişə Norə Simanı yaşatmaq bizim borcumuzdur. Çünki Norə Siman da əvəzsiz şair olub. Çox əvəzsiz şair olub və onun hər sözləri də cavan o, məsələn, dünyasını itkin düşməsinə baxmayaraq, nə qədər hansı qocanı bu Gədəbəydə və yaxud Tovuzda, Qazaxda, Şəmşəddində hansı qocanı tərpətsən, Norə Simandan sana söz. Hətta Ələsgərin özünü heyrətdən. Bəli, və Ələsgərin özünü heyrətə gətirən Norə Siman oldu. Onun da təsəvvüflə bağlı şeirlər var. Baxırsan, şeirin ampulası o qədər ağırdır ki,
Onu oxuqca beynin sıxılır belə. Deyir ki, cəsəd üstə təşbih olub ziyada, eşidənlər nifrət edirlər ziyada, məhəbbət əhlinin eşqi də oduna qıraqdan yanağını gözlə. Bu yanağın Bəli. Bilirsin, nə qədər məzmunu dərin şeirdir bu şeir. Gəlsin Növrə Növrə Simandan bir zarıncı üstündə, bəli, zarıncı Cahangirdən. üstündə bir... Usta parmaqların var olsun, sazın incəliyi budur bax. Budur bax, bax bu gelişmələrdir saz. Ah yar aman, gel alma yaralı canı. Yaralı gelmişeme yanacağım fani dünyaya. Benim severime dermanım var bay bay. Azrail geleceğe yanacağım zalim olmağa. Ol vermemeye fermanım var aman aman. Yağar kar, eser boran ey yağar kar. Göz yaşlıyar koydum, ya ağlıyar ya gargaram, alam 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 alam. Yaralı gelmişəm xanı dünyaya. Benim sağalmağa dermanım mı var? Əzrail gelecek canım almağa, onu vermemeye fermanım mı var? Öyle kurban olun sana, mehribanım. Bu derdi mühnet nece dayanım vay vay. Kim bilir derdimi yanacağım, kim kese yanım. Benim elesi gerim kurbanım var aman aman. Göğsəmənə şeh düşür ey göğsəmənə. El askeri çağırdım, ses verdi göğsəmənə. Alam 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 alam. Kurban olam sana mehribanım. Bu derdi mühnete nece dayanım. Kim bilir derdimi kim kese yanım. Benim el askerim kurbanım var. Elə mənim ahine yanacağım, ərşi səmalı tutar. Sen beni eyledin, sen ondan beterəm.
buraya yeter. Sen beni eylədin sənandan betər. Xudaya bu dərddən imanı qurtar. Yolunda sadağa bir canım mı var? Eşq olsun aşıq. Usta çox sağ ol. Biz fikirləşirsən bizi majora köhləyirsən. Sən o major üstündə bizə elə bir dərd gətirdin ki, doğrudan içərimiz təzədən. Mən təzədən köyrəldim. Təzədən sən mənim köyrəldin. O qədər gözəl, o hava nə qədər gözəl havadır. Bunun havanın adı nə idi? Zarıncı havamız. Zarıncı havası. Yox, başqa bir zarıncı da var bizdə. Bəli, var. Ancaq bu bizim çox havalarımız belə deyək də, aşıqlarımızın tənbəlliyindəndir bilmirəm. Nədəndirsə çox az ifa olunur. Elə bir 5-6 havanı işlədirlər. Hamısı havaların gözəldir. Hərəsində bir niskil var, bir yanğı var. Yəni onu öyrənmək mən cavanlara tövsiyə eləyərdim ki, bu belə havalarımızı öyrətsinlər. O deyir ki, Azaflı bağından inci dərsinlər, ölən vaxtı sana rəhmət desinlər. Əkivlər yemişik, əkək yesinlər. Atanın yığdığı evlada qismət. Yəni biz ustadlardan dərmişik. Mənim görürsünüz, mən bunu hər yerdə deyirəm ki, efirə çıxıb oxumaq, efirə çıxıb şərt deyil ki, mən bu gün çıxdım oraya. Mən orada nə elədim? Məndən o tamaşaçı nə götürdü? Nə götürdü, bəli. Ustad, mən Bu bir şey lazımdır məqam ki, deyim. yoxsa elə mən gəldim, elə sən də oxuyursan, qoca qartalına gəzirsən, mən də oxuyuram, duman salamat qal. Elə bununla şaşmaz. Yenilik olmaz. Bunları bizim Bəli, Sözünə yetirməz. qüvvət. Bu saat bu şounun müəyyən səmtləri bezdirib ki, bir adam bizim ürfan məclislərimizə böyük tələbat artacaq. Çox gözəl sən mesaj verirsən ki, gənclik. Sən bunu öyrən. Birazdan biz yaşlı nəsil deyəcək ki, oğul, aşıqsan ki, bizə Cahangirin havasını ifadə elə. Neçə ki, sən cavansan, səni dərinə salmırlar. Öyle. Məncə Yaşamış. Məqam Ancaq yaşın gələcək, öz bəli. məqamı var. Öyle. Gələndə səni o qoylarda Cindər İmran vardı, buğdanı divara tik yerdən işi, səni divara tik yerdəcəklərə aşıq. Bunu sən bilməlisən. Sən söhbəti ilə öyrənməlisən cavanlığında. Artıq onda gec olursan 35 yaşdan, 40 yaşdan sonra nəyisə öyrənmək mümkündür. Ələsgər baba Bu nə dedi ki? vaxtında sən öyrən. Başqa nə zamanın tələbinə uyğun mahnılar da öyrən. Sana kim deyir öyrənmə? Ancaq birinci deyir məscidin içidir, sonra çöl. Bugünkü gəncliyimizdən, yəni aşıq Bugünkü gəncliyimizdən düzü mən görürəm. Heç də mən belə bədgümansız yoxsa mən düzdür, sazımız günü-gündən inkişaf eləyir. Saz çoxalır, saz çalan çoxalır. bəlkə Ancaq dəb halını alır ustad. dəb də belədir ki, bilirsinizmi? Artıq hamı Aşığın bir adı var. Və aşığın özünün bəyək sadaladıq. Özünün üzərinə düşən yük, boynuna düşən yük var. Aşığın özünün yükü olmalıdır. Aşıq bilməlidir Nurə Siman kimdir? Aşıq bilməlidir Xəstə Qasım kimdir? Bəli. Aşıq bunların hamısını bilməlidir. Aşıq bilməlidir Sefil Şenlik kimdir? kimdir? Aşıq hamısını bunu Bana yazıqlar ki, bugünkü gəncliyin bilmir. Çox yazıqlar olsun ki, əlbəttə bilir. Aşıq Ələsgərin qəzəli var. Demək, qəzəl üstündə oxunan aşıq havası var. Kimdir çıxsın desin o havanı. Bu şərtlər var. Bunu vaxt zaman gəlib istəyəcək bunları. Və Ələsgər nə dedi ki, bizdən oxudum, öyrəndim, oldu öz malım. Bizdən də ustadlara nəf, rəhmətdir. Yəni bu Cahangirin yanına gələn aşığın Cahangirə heç bir faydası yoxdur. Yalnız Cahangirə rəhmət edəcək ki, ustaddan mən bunu öyrəndim. Bax bu böyüklükdür. Bax bu ucalıqdır və bu aşıqlığın zirvəsinə gedən yol bu ustadların içindən keçir. Və vay o günə ki, nə yazıqlar o günə ki, sənət dəb halını alır, dəbləşir. Və bugünkü gündə saza bir axım var, bir dəb halını almaq var. Solo ifaçılığı. Gözəl xan, bizim çiçək bacımız, anamız, mən sənə yetimlər anası demişəm çiçək xanım. Sən bütün yetim aşqlar, yetim şəhərlər çıxarsan, Təbriz aşqlar hamısı mənə yetimlərin anası. Hamımızın qəlbində beləsən. Bütün zamanlar boyu belə olub. Bilirsin, söz adamları tarixin yaddaşına qalan, hörülən adamlardır. Mən bir şeirdən yazmışam ki, el yığılıb son toyumu çalacaq, kəcavəmi çiyini üstə alacaq, son laylamı körpə qızım çalacaq, qəbrimizsə tək qalacaq, loğman söz. İnsandan sözdən başqa işinə qalmır. Bugün baxırsan, vəzifədən çıxan adamda çox xoş qələm götürür, şairci eləməz. Ancaq bugün Hamza Əlimxan ola bilməz, Səməd Vurğun ola bilməz, Tutaq ki, Ələsgər ola bilməz, Çiçək xanım ola bilməz. Sən burada sizin elə duyğularınızı oxumuşam bu çiçəkdə. Mən tərif üçün demirəm. Baxıram, qadın olasan, bu qədər gözəl ifadələr işlədəsən. Hər adamın bu içindən gələn bir şey deyil bu şeylər. Yəni, xahiş edirəm, hər kəs öz yolundan gedə, vaxtını boş şeyə sərf eləməsin. Hər kəs bilsin ki, mən bu tarixin şeir yaddaşının qəsrinə hörüləcəmsə, hörülüm, hörülməyəcəmsə, çəkilim qıraqla işinlə məşğul olur. Saz deyirlər, sazın yaddaşına dedim belə olub, saz çalardı. Sən sazı yaşatmalısan ki, saz səni yaşatsın. Sən sazı yaşatmalı bilmirsən, sən müvəqqətidir, 5 gün, 3 gün.
nəsə çalacaqsan, nəsə oynayacaqsan, özünü gününü yandırırsan. Ancaq sən kökü Abbası öyrənsən, Qurbanını öyrənsən, Ələsgəri öyrənsən, o saat səni yaşadacaq. Və bugün Aşıq Cahangirin özündən öyrənməlidirlər. Ən azından Aşıq Cahangirin ifa elədiyi mahnılar. Niyə bugün Borçalı üstündə olan havaları elə də çox oxumurlar? Yəni Borçalı yolunda oxunan havalara girişmirlər. Orada bir məqsəd var. Borçalı yolunda aşıqlıq eləmək asan iş deyil. Ona görə ki, sən mükəmməl saz çalmalısan, Böyle. sən havanı düz oxumalısan. Orada Heç bir müşayiətsiz, görürsünüz, heç bir şey yoxdur. Bunu bizim Türkiyədə də, başqa yerlərdə də bizim sazımız həmişə öndə gedib. Mən orada məqamı gəldi, deyim də, bizim sazın qüdrətini Türkiyədə Hacı Bektaş Vəlinin 850-liyi keçirilirdi. Orada o Qazi Universitetində, Ankarada bütün türk dilli devlətlərin aşıqları, ozanları gəlmişdi. Türkmənləri, özbəklər, hər bir türk dilli xalqların hamısı, hətta Yakutiyadan gəlmişdilər. Onlar oxuyanda hamısına mikrofon gətirdilər. Mənim sazıma gələndə mən mikrofonu yaxın qoymadım ki, mənim sazımı da qoşsunlar. Biraz da bu zal heyrətə gəldi ki, niyə? Sonra mən sazı vuranda, inanırsınızmı, o zal ayağa qalxdı. Bir türk ağlaya-ağlaya gəldi, dedi ki, Koroğlunun sazı bu sazdır. Koroğluya misri qılınc verən xalq. Koroğluya fikirləşib qırat verən xalq. Koroğlunu o cüssədə, o igidliyə gətirən xalq. Koroğluya hansı aləti mən verim? Bunu elə-belə verilməyibdi ona. Hansısa bir aləti də verir, bir zurna da verərdilər. Aslında sizə o dəyər verdilər Türkiyədə. Bəli, o dəyəri verdilər, əlbəttə. Aşıq Cahangir öz məmləkətində o dəyər alınmı? İndi məmləkət, mən sazımın keşiyində dururam. Çək ki, mənim sazımı sevsinlər. Dünyadan o qədər Cahangirlər gəlib gedəcək ki. Mehriban xanımın dəstəyi ilə UNESCO-da mədəni incilərin siyahısındadır bu və bu yaxından mən sizə bir hadisə danışım, başıma gələn bir hadisə. Fransanın səfiri Aşıq Ələsgər muzeyinə gəlmişdi. Muzeydə mən ona ədəbiyyat barəsində, Ələsgər barəsində danışdım və Fransanın Ələsgərlə yaşlı bir şairi olub. Bəli. Onun haqqında söhbət elədim. Bu səfir bir belə Pascal Monnier, səfir heyrətləndi, dedi, sən hardan bilirsən bunları? Dedim, mən Fransa ədəbiyyatının və Ələsgərlə belə bir tarix olub. O mənə bir vizitka verdi ki, gələrsiniz Fransanın, Azərbaycanla elmi konferans olacaq, universitetlər arası gələrsən. Hamlet Səxanı da orada dönmək istəydi. Biz də getdik, məclisə çıxış elədik, mən tərcüməçi çıxış elədi. Çox gözəl rəsmi şəkildə alqışladılar və birdən mənim dostum Aşıq Sərdarla Aşıq xanları aparmışdıq o məclisə. Aşıq Sərdarla xanlar elə geyimdə, elə şəslə o məclisə girdilər. Siz inanınız, o bayaqdan danışıq gülən Fransanla onlar ayaq üstə yeyib içirlər. Onlar hamısı heyrətdən dondular. O qədər onlar həsrətlə qulaq asdılar. O səfirin özü qalmışdı heyran. Hətta qol açdı, rəqs elədilər. Bax, o kadrlar məndə var. İndi heyf ki, burada göstərmə imkan yoxdur. Yəni, bizim sazımız təhsil Türk dünyasında yox, bütün dünyada sevilir. Və xarici ölkələrdə daha çox dəyərləndirir, ustadın sözünə qüvvət. Bir iş var. Saz kimi ifa olunanda, sazın özünü çatdıranda, Bəli. sazın özündə çox möcüzə var, özünün səsində sehr var. Qabaqçını oysunluyu sehirləyir. Mütləq. Özü kimi çalanda, ha. Bəli. Ancaq ona nəyisə qondaranda, onu kitarəyə çevirəndə, onu nəyəsə çevirəndə, o saz sazlığından çıxır. Onda heç adama xoş da gəlmir. Yeganə alətdir ki, o qoşquya gedəndə görürsən bezdirici bir səs verir. Başqa alətlərdə qoşmayanda ona sən qulaq asa bilmirsən. Ancaq onu deyim, Aşıq Cahangir də hamı dərk eləmir. Hamı qəbul, hamının ruhuna işləyə bilmir. Ürfani insanların aşığıdır Aşıq Cahangir. Allah rəhmət eləsin Səfər müəllimə. Səfər müəllim deyirdi, biz ancaq qananlar dürdanəsiyik. Bəli. Yəni mənim sazım da burada bir sazımdır, sözümdür, Barın Barxanam deyir rəhmətli Yaşıq Çamandar. Sənət meydanında qurulub xanam, bir sazım, sözümdür, Barın Barxanam. Mənim bir dənə yanımda nə başqa alətim var, nə bir şeyim var, sazım var, o da hamıya çatır, qani eləyir hamı. Yəni mənim sazıma yanında... Sizi də dərk eləmək lazımdır, ustad, sizin də... Eləyən eləsin, eləməyəni də sağ olsun, eləyən də sağ olsun. Ancaq mən istəyirəm ki, sazımı yaşadım. Dayaz adamlar sizi dərk eləməyə çətin. Bax, bilirsinizmi, burada iki gözəl xət var. Cahangir çox gözəl bir mövzə toxundu. Bax, Borçalı sənətində gözəl ifaçılıq məharəti var. Göyçaş sənətində zil səs tembri var. Yəni, bu ki keyfiyyət hər adamda, hər iki adamda yığışa bilməz bu şey. Qurban olum, o günləri kamandarı... Mən bircə dəqiqə üzr istəyirəm. Burada sazdan söhbət düşdüysə, mən bunun həm dəlisiyəm, həm vurğunuyam, həm bunun
daşıyıcısıyam, indi bunun həmin Leylisiyəm, mənim Məcnunuyam. Həm Məcnun. Hər, bu saz elə bir, orada sən o söhbət ondan getməzsən, zil də oxuyarsan, bəm də oxuyarsan, birincisi oxuyanın özünün kökə düz getməsi Bəli, var. bax, Laylalı bu da oxumalıdır. söhbət, bax, bu da Musiqi lazımdır. Musiqili oxumaq lazımdır. Ahəng. Və ikinci özünə o ritm saxlamaq, kök İfaçılıdır, saxlamaq. ifaçılıq Kök məharəti. saxlamaq hər aşıqda ola bilir. bilməz. O da bu Borçalı aşıqlarında da Allah rəhmət eləsin. Aşıq Əmraha, Aşıq Kamandara. Məsələn, məsələn, aşıq var, oxuyur. Yanında heç bir alət yoxsa, sən ona fikrində bir balamançı gəzirsən ki, bunun yanında görüm hansı balamançı gətirib. Aşıq televizorda oxuyur, Bəli. sən burada qulaq asırsan ona. Sən ona balamançı gəzirsən, heç ona qulaq asmırsan. Ki, görüm, hansı dərədən ona bir balamançı gətirərəm mən, ona kimi də oxuyur qutarır. Ancaq Aşıq Kamanlar oxuyanda, belə baxırlar, bu neçə saz çalır, bunun yanında saz çalan da varmı orada, burada. Bu nə ahəngdir, bu nəsə, yəni Nə ki, harmoniyadır. özü, bəli, orada Bəli. bu sazda onu yaratmaq lazımdır. Şükür Allaha bu sazımızı Dədə Əmrah gətirdi, 11 simli də elədi. Ona görə sazı saz kimi ifa eləmək hər birimizin borcumuzdur. Ustad, mən sizdən özünüzə məxsus, yəni Aşıq Cahangirin özünün ləmsində, özünün yolunda oxuduğu havalar var. Məxsusi olaraq sizin ifanızda sevilir. O havaları almaq istəyirəm. Sallama Kərəmidir, Sultanıdır, Fəxral Dilqəmidir. Bu havaları Aşıq Cahangirin ifasında daim biz sevmişik və bugün də özəlliklə o havalardan istəyərdim. Həm az oxunan havalardır, həm də ruhumuzun havalardır. Mümkündürsə o havalardan gəlsin. Sallama Kərəmi də lap az oxunan havadır. Hətta mən deyirəm onu heç oxumurlar elə bəlkə də mən belə biraz bir cür çıxmaqdır, təvazökarlıqdan uzaq tutduq deyil. Bəli, sizin məxsusi... Mən oxumuşam o havanı, Sallama Kərəmi efirdə. Ustadlarımız oxuyurdular əvvəl, vardı bu hava var ki, mən oxuyuram bugün. Yəni ki, bu havanı mən istərdim yenə bir... Nə gözəl olardı, nə gözəl olardı. Sallama Kərəmi və mümkündürsə Fəxral Dilqəmsinə də keçək ondan sonra, mümkündür Baş Ustad? üstə, baş üstə. Nə gözəl. Yaş olar gözlerin azayla Leyli. Akışına göreceğine yüzüm gülmesin. Balam bahçeler cezalı Leyli. Gadan anlamaz ağla Leyli. Akışına geleceğimizin gülmesine. Yaralı ceylan gadan bahçeleri gezayla Leyli, gadan anlamaz ağla Leyli.
hoş bilib özümə sökdüyüm dərdi. Elə çəhdiyim cəfamiyə düşdüyüm dərdi. Qanımla sinəmə yazarlar eyli. Qadan Allah'ım azarlar eyli. Azarlar eyli. Ah hoş bilib özümə çəkdiyim dərdi. Yaralı ceyran qadan Allah'ım. Qanımla sinəmə yazarla leyli. Qadan Allah'ım azarla leyli. Daha güzel baktıram şahinine yazıram gazel. Almamış şanını yerden ölsem eğer. Qəbrimi yanaşı qazanla leyli. Qadan Allah'ım azarla leyli. Almamışam ben ölsem eğer. Malalı ceyran, yaralı ceyran, qadan Allah. Qəbrimi yanaşı ey qədəylə leyli, qadan Allah mazarla leyli. Mən sənə neynədim beybaxa gözəl. Məhdunam şahininə yazıram qəzəl. Almamış kamım mən ölsəm əgər. Qəbrimi yanaşı qazaqla leyli. Ay çox sağ olun usta. Təşəkkür edirik. Hacı Loğman. Bir vəfa gözəllərdən, Leylidən oxudu. Yəni ustad havalarından deyə gəldik, gözəllərə çıxdıq. Və Hacı Loğmanın da çox hər zaman şeir ovqatında, şeir kökündə olan, bədahətən şeir yazan bir şairimiz kimi. Yəqin ki, o bir vəfa gözəllərdən yan keçməmisiz. Sözsüz ki, bütün böyük Səməd Vurğun dedi ki, bir şey də xatırladım. Hələ Səməd Vurğun haqqında mən çox dərin araşdırma aparıram. Hələ Səməd Vurğun Azərbaycan xalqı tanımır. Kimdir Səməd Vurğun? Deyir, o qız dağdan tək aşaydı, saç kəmərə dolaşaydın, atdan düşür yol çaşaydı. Olaydım zəvvar o dağlar, həsrətin ifadənin dərsinin böyüklüyünə bax. Mən də yazmışam ki, qara xal könlümdə, səndən nişanən, ay qız o bəs necə üzümə düşür. Eşqimi apardın, gör neçə ildir, mən səni gəzirəm, izimə düşür. Baxışın şahzadə ədası kimi, gülüşün durnanın sədası kimin, əsli ilə Kərəmin sevdası kimi sözümüz ellərin ağzına düşür.
çox olub dərdindən yandığı günlər, sirrini yadlardan dandığı günlər, özünü bəxtəvər sandığı günlər Loğmanın ömrünün azına düşüb. Vəfasızlıq deməzdim bunlara mən. Bu bir talih qismətidir. Yenə Dədər Əsgər demək işləyəni deyir ki, təqdir qüdrətin gözəl nizamı mənə dərdi verib yara dərməni. Bu hüsnü camalı Allah Teala Çiçək xanıma verir ki, o çiçəyin eşqində, odunda kimisə yandırıb kül eləsin. Bu Allahın bəşər fəlsəfəsidir, qul olmaq fəlsəfəsinin dərinliyidir. Mən bundan da şükür edirəm ki, kimisə dərindən sevinç və bizi nakam qoyub. Sağ olsun da gözəl ki, bizi yandıra bilib. Elə Məftunun da Leylisini Allah rəhmət eləsin. Məftuna da Allah rəhmət eləsin. Məftun, Məzahir mənim daim Aşıqxan Putayla dərin aşk yoldaşdır. Uzun illər bir yerdə olublar. Allah rəhmət eləsin, usta çox sağ ol. Ha çalışdıq ki, bir nişbin notlara köklənək. Ancaq yenə gəldik. Yenə Gövdə məqamlara yenə gəlib çıxdıq və bir günü də beləcə başa vurduq şair Loğman. Və biz deyək ki, bizi sabaha aparan yaddaşımızdırsa, Aşıq Cahangir, biz də o yaddaşımızı çözələdik və bizdən sabaha nələr qalacaq bu vaxt çərçivəsində, bu zaman çərçivəsində bunları yetirə bildik. Bizi dağlara doğru qalxdıq və həyat özü də bir dağdır. Qalxanda yavaş-yavaş qalxarıq, enəndə tez-tez düşərik və əsas önəmli o deyil ki, biz o dağlara, o ucalıqlara qalxaq. Önəmlisi odur ki, o ucalıqları qoruyub saxlaya bilək, o ucalıqlarda qalaq və o ucalıqlara qalxdıqca alçaq könlümüzü qoruya bilək. Alçaq könüllərə bu verilişin sonunda bir ovqat payı, bir saz payı göndərib deyirik, könül Allah Taala'nın nəzərgahıdırsa, könlünüzü qoruyun. Çiçək xanım, son cümləni qoymaq istəyirdim. Bax, bu bizi buraya gətirən yolları salanlara, bax, bu Göyçə İstirahət Mərkəzinin müdiriyyətinə, Rüfət müəllimə, bax, Aşıq Sərdarın qarşılaşı Əkbərə, səhərdən işığımızı çəkib, çayımızı, süfrəmizi, çörəyimizi, onlara bir dərin təşəkkür edirəm hamımız adına. Hər birinizə. Və bu gün məni çox böyük şeylər sevindir. Kiçik hisslərdən mən uzaqlaşmışam. Ən birinci növbədə Gədəbəy torpağı. Elə bax, onu deyim. Vətənin hər torpağına. Yəni, bu Gədəbəy torpağı deyəndə, biraz bizim yeri pərəstliklə demirik, yəni vətən buradan başladığına görə. Bəli. Buradan, deməli, vətən buradan başlayırsa, burada yaşayan insanlar bu millətə işıqdılar hər birisi. Doğrudan da hər birisi işıqdır ki, onlar işıq verməyi də hər an bacarırlar. Çünki özlərinin ürəklərində işıq. Burada istərsə, ay, görürsən, bəzən qıraqdan deyirlər, hətta Rusiyadan zaddan, ay, orada nədə atışma var falan. Ancaq burada cəmaət sərbəst, öz əkinində, öz biçində sağ olsun bizim əskərlərimiz gözəl vətənin keşiyində durur və burada hər bir kəs əskərdir. Qadını da, kişisi də, oğlu da, qızı da burada hər bir kəs əskərdir. Bəlkə də ən sadiq əskərlərimiz elə bu dağların özüdür. Bəli, dağların özüdür. Qüdrətdən səngərli qalalı dağlar. Bəli. Eliniz obanız var olsun, bu dağınız, aranınız, yaylarınız var olsun, elə özünüz var olun və bizim üçün əziyyət çəkən hər kəsə təşəkkürümüzü bildiririk və vətən buradan başlayırsa, vətən sazdan başlayır, vətən sözdən başlayırsa, sazımız var olsun, sözümüz var olsun və elə sizlər var olun. Sizin işinizdə də bizlər var olasın. Dərin təşəkkürünü bildiririk. O torpağın qüdrətli oğulları var, böyük Nizamidən Zübəri gələn böyük tarixi var və o tarixi yaşadan sizlər sağ olun Çiçək xanım. Bir daha hər birinizə təşəkkür edirik və Allahın amanında olasınız deyirik sevgili tamaşaçılar. Haral
sonalayla. Geldi zamanı ömrümüzün, parlanmadı güle güle.